Salamünaleyküm qardaşlar. Deməli Neoterm kombisidir. Y8 aşpikası verir. Bunun da əsas Y8 aşpikası vermənin səbəbindən biri də əsas burada deməli bala esenjordur. O tutulur. Ona görə də bax Y8 aşpikası verir. Bax sökmüşəm, bax belə netə qoymuşam. Qıcqırır, təmizlənir. Və burada üç yollu vananın da deməli istilik datçiki var. Bunu da təmizləyirəm. İndi üç yollu vananı da sökəcəm burada. Sonra da pompanı söküb onda dişinə baxacağım, görüm necədir. Bilməyənlər üçün paylaşacağım bunu. Mən də belədir, dəyişə başlayanda söküb generalına təmir etmək istəyirəm. Fanı çıxartdım, yudum, təmizlədim. Fenlə quruladım. Sonra burada ana esenjörü də çıxartdım. Onu da netlə yudum. Onu da təmizlədim. Sonra üç yollu vanaya baxdım. Ərk tutmuyor, yaxşıdır. Sonra neylədim burada? Burada iyon çubuqlarının uzun naqarını təmizlədim. İstini daha dəqiq hiss eləsin deyə. Burada da ana esenjörün durbasının saniklərinə baxıram. Burada onu da dəyişdim. Dedim sökmüşəm, təzəsi olsun qoy. Su axıtmasın, qəşəng yudum, təmizlədim. Neoterm kombisini yığdım. İdeal bir şəkildə, superdir, qəşəng. Qəşəng hər yerdə işləyir. Radiatorları da yudum. Mida Yasamal yaşayış kompleksində. Gözəl.